Salamlar, vaxtınız xeyir olsun. Biz bu 7-ci coğrafya kitabının bölümü 1.2 coğrafi mövqeyin gələcək perspektivləri nədir mövzusuna izahına baxacaq. Gəlin vaxt itirmədən mövzu ilə tanış olaq. Ölkələrin coğrafi mövqeyinin əlverişliliyi onların əsas inkişaf mənbələrindən biridir. Ölkələr fərqli coğrafi mövqeyə malik olsalar da hər bir yerinin iqtisadi, sosial, siyasi və ekoloji üstünlükləri vardır. Bu onların gələcək inkişafında həlledici rol oynayacaqdır. Bəs coğrafi mövqeyin hansı perspektivlər ola bilər? Gəl mətni bura qədər oxuduq və gəl mətni təhlil edək. Baxın, deyir ki, ölkələrin coğrafi mövqeyi əlverişliliyi onların əsas inkişaf mənbələrindən biridir. Məsəl üçün, yəni ölkələr həm ərazisinə görə əlverişli və yaxud əlverişsiz ola bilər. Yəni hər bir ölkənin dedik ki, fərqli coğrafi mövqeyə malik olsa da, yəni hər bir ölkə fərqli coğrafi mövqeyə malik olsa da, iqtisadi, baxın, sosial, siyasi, ekoloji üstünlükləri vardır. Bu onların gələcək inkişafında həlledici rol oynayacaqdır. Yəni ölkənin inkişafı bilavasitə onun coğrafi mövqeyindən asılıdır və onun iqtisadi, sosial, siyasi, ekoloji arenada öz sözünü deyir. Bəs dedik, coğrafi mövqeyin perspektivləri vardır. Onlar nələrdir? Gəlin baxaq. Baxaq, burada yazıb, ticarət yazıb. Gəlin ticarətə baxaq. Qlobal ticarətin inkişafı beynəlxalq ticarət yollarına dünya okeanından çıxışı olan ölkənin iqtisadi inkişafına səbəb ola bilər. Baxaq. Deyir ki, qlobal ticarətin inkişafı, baxın, qlobal ticarətin inkişafı dünya okeanından çıxışı olan ölkənin iqtisadi cəhətdən inkişafına səbəb ola bilər. Yəni, biz bilirik ki, hər hansı bir subyektinə çıxışı olan ölkələr, yəni subyekt dediyimiz zaman dəniz və okeanlar nəzərdə tutulur. Bu nəticəsində ölkənin coğrafi mövqeyi necə də əlverişli olur. Bu nəticəsində ticarət əlaqələri güclənir. Biz əvvəlki dərslərdən artıq bilirdik ki, dünya okeanına çıxışı olan ölkələr hansıları idi? Biz demişdik, Norveç idi, Kristansa limanı, sonra Singapur idi, Singapur limanı, daha sonra Niderland idi, Niderlandda Rotterdam limanları idi. Yəni bunlar beynəlxalq yük daşımalarına görə fərqlənən ölkələrdən biri idi. Daha sonra baxaq, ikiyə baxaq, yəni təbii ehtiyatlar. Təbii ehtiyatlar tələbat artdıqca zəngin resurslar ölkə rəqabət üstünlüyünü malik olaraq daha çox inkişaf edə bilər. Yəni bu sözün mənasını bilək. Yəni təbii ehtiyatlar çox önəmli ölkə, yəni zəngin resurslara malik olan ölkə gələcəkdə ona yeni perspektivlər aça bilər. Bu da ölkənin inkişafına səbəb ola bilər. Yəni oradan satış edərək qazanc əldə edə bilər. Bu da ölkənin inkişafına səbəb ola bilər. Yəni dedik, biz iki dənə perspektiv verəndə biri ticarət idi, biri də isə təbii ehtiyatlar idi. Ticarətdə dedik ki, əsasən dünya okeanından çıxışı olması və təbii ehtiyatlarda isə onun zəngin resurslar olması ölkənin inkişafına səbəb ola bilərdi. Daha sonra biz burada xəritələr görürük. Məsəl üçün, baxın, A xəritəsi görürük. Burada Malakka boğazı verilib, sonra Hörmüz boğazı, Bəbləmdən boğazı, Bosfor, Süveyş kanalı, sonra Panama kanalı kimi subyektlər verilib və bu nəticəsində fikir versə dünya neft daşıması, baxın, burada həyata keçirilir. B xəritəsində isə baxırıq, görürük ki, hansı subyektləri daha çox əlverişlidir və daha çox yük daşıyır. Məsələn, görürük, Hörmüz boğazı 15,5 milyon, sonra Malakka boğazı 13,6 milyon, Bəbləmdən boğazı 3,2 milyon, Bosfor boğazı 2,9, Süveyş kanalı 1,8, boru kəmərləri 1,1 və Panama kanalı 0,8 milyon ton günə satış əldə edir. Daha sonra baxaq, turizmin dünyada cəlb ediciliyi, təbii, tarixi abidələr, unikal yerlərə malik olan ölkələr turistləri cəlb edərək gəlir qazana bilər. Turizmdə dedik ki, ölkələr təbiətdən qazana bilər, tarixi abidələrdən qazana bilər. Unikal yerlərə malik olan ölkələr də, necə deyirlər, turizmlə gəlir əldə edə bilər. Yəni Azərbaycanda turistik obyektləri nəzərə salsa, məsəl üçün, Bakı çimərlərini biz bura misal çəkə bilərik. Daha sonra Şirvanşahlar saray kompleksini biz bura misal çəkə bilərik. Qız qalasını biz bura misal çəkə bilərik ki, ölkəmizdə turizmdən gəlir əldə edir. Daha sonra burada fəaliyyət sualları var. Gəlin sualları cavablandıraq. Birinci sual deyir ki, A xəritəsinə və B qrafikinə əsaslı suallar cavab verin. A dedi, A xəritəsinin təhlil edin, xəritədəki adlar nəyə bildirir? Baxın, A xəritəsində baxın budur. Bu da B qrafikamızdır.
Burada görürük ki, təhlil etmə adlar nəyə bildirir? Burada beynəlxalq necə deyilir, yük daşımalarının yəni beynəlxalq okeanda yük daşımalarının adları verilir. Məsələn, Malakka boğazı, Hörmüz boğazı, Bab-el-Məndəb boğazı, Süveyş kanalı, Bosfor, Panama kanalı, kanal kimi coğrafi obyektlər verilir. Bu nəticəsində də yəni dünyanın əsas ticarət yolları hesab olunur. Bəs 2-də bizdən soruşur, yəni B-də B qrafikasında ən çox və ən az yanacaq ehtiyatları daşıyan coğrafi obyektlər hansılardır? Biz görürük ki, ən çox hansıdır? 15,5 milyon tonla günə Hörmüz boğazıdır. Bəs ən az hansıdır? Panama kanalıdır. 0,8 milyon tondur. Yəni bunu oxunuşu belədir. 15 milyon 500 min ton. Panama kanalı oxunuşu belə olacaq, 800 min ton. Daha sonra C-yə bax, A xəritəsindəki boğazların coğrafi mövqeyi burada beynəlxalq yük daşımalar necə təsir göstərir? Baxın, baxaq. Necə təsir göstərir? A xəritəsindəki boğazların hər birinin müxtəlif mövqeyə malik olsalar belə, beynəlxalq yük daşımalarda qlobal əhəmiyyətə malikdir. Məsələn, fikir verirsək, baxın, Hörmüz boğazı, sonra Malakka boğazı, sonra Bab-el-Məndəb, Süveyş, Bosfor, Panama kanalı kimi coğrafi obyektlər dünya miqyasında daha ön plana çıxır və ticarətdə daha canlandırır. Daha sonra ikinci tapşırığa baxaq. Yəni burada bunun tapşırığını həll edək. C şəklindəki, baxın bu C şəklidir. Şəklindəki səhra, solda səhra, sağda isə Şri-Lankanın Hind okeanları sahil təsvir edilmişdir. Şəkilə görə A hansı şəkildə ərazinin turizm fəaliyyəti daha əlverişlidir? Gəlin baxaq. Hansı turizm fəaliyyəti daha əlverişlidir? Baxın, solda səhra verilib, sağda isə Şri-Lanka verilib də, yəni Hind okean sahilləri verilib. Hansı əlverişli olar? Siz bir turist olaraq, yəni gəzməyə getsiniz, hara getmək üstünlük tutarsınız? Təbii ki, Şri-Lankaya getmək üstünlük tutarsınız. Burada yaşıllıqları var, sonra təmiz okean suları var, çimərliklər var. Amma səhərdə isə görürsünüz ki, səhralıqdır. Yəni bundan başqa demək olar ki, heç nə yoxdur. Həm də tropik isti iqlimdə yerləşir. Yəni bu nisbətən turizm baxımından əlverişli hesab olunur. Daha sonra B-yə baxaq. Şəkildəki ərazilərin coğrafi mövqeyi onların inkişafına necə təsir edə bilər? Baxın, soldakı səhra, yəni tropik iqlimdə yerləşir, isti quraq ərazidə yerləşir. Sağdakı ərazi isə rütubətli və okean sahili mövqeyidə yerləşir. Bəs inkişafına necə təsir edə bilər? Bu, onun inkişafına bu cür təsir edə bilər ki, ölkənin necə deyirlər, təkcə turizmlə gəlir əldə edilmiş ki, məsələn, ticarət yolları üzərində yerləşməsi, təbii ehtiyatlar və digər amillər də nəzərə alınır. Buna görə də onların yerləşdiyi mövqeyə əsasən biz onların ərazilərini əlverişli və ya əlverişsiz hesab edə bilərik. Məsəl üçün, bura biz soldakı şəkildə, yəni səhralara biz Dubayı misal çəkə bilərik, yəni Birləşmiş Ərəb Əmirlikləri. Səhrada yerləşsə belə, ölkə turizmlə və necə deyirlər, nəqliyyatdan dəniz yük daşımalarına xeyli gəlir əldə edir. Bu da onun iqtisadiyyatına müsbət təsir edir. Daha sonra gəlin biz dərsə davam edək. Baxın, burada bizdə deyir ki, kənd təsərrüfatı, yəni növbəti perspektivi kənd təsərrüfatıdır. Əlverişli təbii şərait, münbit torpaq, su ehtiyatları və iqlim şəraiti. Yəni dedik ki, kənd təsərrüfatı üçün nə vacibdir? Münbit torpaq, su ehtiyatları və iqlim şəraiti. Hər zaman əkinçi və heyvandarlığın inkişafı əsas amillər olacaqdır. Müasir texnologiyaları isə bəzi ölkələrdə kənd təsərrüfatı sürətlə inkişaf etməsi imkan verir. Bunun da adı, yəni ölkələrin müasir texnologiya istifadəsinə adı biz deyəcəyik gələcəkdə intensiv kənd təsərrüfatı, əl əməyinin daha çox istifadə edən ölkələr isə deyəcəyik ekstensiv kənd təsərrüfatı deyəcəyik. Daha sonra burada da xəritələr verir. Burada xəritə bir də nisbətən zəif verilir, yəni rəngi az verilir. Məsələn, baxın, bu hissələr rəngli olacaq. Yəni kitabda görəcəksiniz. Baxın, bu hissələr rəngli olacaq. Daha sonra baxın, bu hissələr rəngli olacaq. Sonra baxın, bu hissələr rəngli olacaq. Sonra baxın, bu hissələr rəngli olacaq. Yəni baxın, daha rəngli olacaq da. Yəni baxın, bu hissələr. Daha sonra alternativ enerji istehsalı, günəş, külək, su enerji zəngin olan ölkələr yeni texnologiyalar tətbiq edərək dünya enerji istehsalında lider ola bilər. Alternativ enerjilər dedik ki, nədir? Biz bura günəşi deyə bilərik,
sonra küləyi deyə bilərik, su enerjisini deyə bilərik, daha sonra deyə bilərik biz geotermal enerjiləri deyə bilərik. Həmçinin biz bura başqa yeni enerji mənbələrini biz bura misal çəkə bilərik. Yəni burada da qeyd olunub günəş, külək və su enerjisində zəngin olan ölkələr yeni texnoloji tətbiq edərək dünya enerji istehsalında lider ola bilər. Yəni biz gələcək dərslərdə biləcəyik ki, bunlardan hansı ölkələr istifadə edir. Məsələn, Norveç su enerjisinə görə fərqlənən ölkələrdəndir. Yəni demək olar ki, elektrikin əsas hissəsini su elektrik stansiyalarından əldə edir. Daha sonra təbii fəlakət, ətraf mühitin mühafizəsi. Təbii fəlakətlər az baş verdiyi ölkələr daha təhlükəsizdir. Bu ölkələrin inkişafına müsbət təsir edir. Lakin müasir texnologiya tətbiq olunması təbii fəlakətlərdən qorumaq üçün imkan verir. Bəli, imkan verir. Gəl mətni daha da necə deyirlər, təkmilləşdirək. Təbii fəlakətlər az baş verdiyi ölkələr daha təhlükəsizdir. Yəni təhlükəsiz mühit formalaşır və ölkənin sabit inkişafına gətirib çıxardır. Lakin dedik ki, insanlar buna da çıxış yolu tapıblar. Yəni daha təhlükəli ərazilərdə yaşayan ölkələr var ki, burada müasir texnologiyalar vasitəsilə təbii fəlakətlərdən qoruna bilirlər. Daha sonra mətni oxuduq, sualları cavablandıraq. D və Y xəritəsinə əsasən sualları cavablandıraq. Baxın, bu D xəritəsi, bu isə Y xəritəsidir. D xəritəsinə görə kənd təsərrüfatı üçün əlverişli olan əraziləri müəyyən edir. Gəlin müəyyən eləyək. Baxın, Asiyanın şərqi, sonra cənub-şərqi, cənubu, sonra Avropanın, baxın, şərqi, yəni şərqi və mərkəzi hissələri, daha sonra Şimal Amerikanın şərqini biz bura misal çəkə bilərik. Həmçinin də biz Cənubi Amerikanın rütubətli tropik meşələrində biz bura misal çəkə bilərik. Yəni baxın, bir səni nəzərdə tuturam. Daha sonra coğrafi mövqeyi kənd təsərrüfatının inkişafına necə təsir edə bilər? Coğrafi mövqeyi kənd təsərrüfatının inkişafına necə təsir edə bilər? Yəni biz dedik ki, bunu biraz biz daha elmi dildə deyək. Kənd təsərrüfatına təsiri bununla ibarətdir ki, məsələn, ərazi okeana yaxındırsa, yəni orada rütubətli iqlim formalaşacaq, sonra daha necə deyirlər, mülayim iqlim olacaq, yağıntılar çox olacaq, günəşli günlərin sayı çox olacaq. Lakin okean uzaqlaşdıqca hava kontinentallaşacaq. Bu nəticəsində yağıntılar azalacaq, sonra temperatur fərqi öz sözünü deyəcək. Məsələn, qışda daha soyuq, yayda daha isti olacaq. Bu nəticəsində kənd təsərrüfatının inkişafına mənfi təsir göstərə bilər. Bu da dedik ki, ərazi mövqeyi kənd təsərrüfatının inkişafına müsbət və yaxud da mənfi təsir edə bilər. Daha sonra baxaq, C-yə baxaq. C xəritəsində əsasən ən çox təbii fəlakətlər riskli olan qitə və regionları müəyyən edin. C deyir, yəni Y xəritəsində əsasən ən çox təbii fəlakətlər riskli olan qitə və regionları müəyyən edin. Baxın, Y xəritəsi budur. Görək, ən riskli olan yerlər hansıdır? Burada şkala verilib. Yəni yüksək var, çox yüksək var, orta var, aşağı var, çox aşağı var. Gəlin baxaq, bizə lazımdır çox yüksək, orta, aşağı. Gəlin baxaq. Biz burada Asiyanın şərqini deyə bilərik. Asiyanın şərqini, sonra cənub şərqini. Cənub şərqini biz bura misal çəkə bilərik. Burada, yəni, baxın, təbii fəlakətlər əsasən burada zəlzələ baş verə bilər, tsunamilər baş verə bilər. Bu oldu təbii fəlakətlər. Daha sonra baxaq, D-yə baxaq. Asiya regionunun hansı təbii fəlakətlər riski daha çoxdur? Baxın, Asiyada hansı təbii fəlakət riski daha çoxdur? Baxaq. Asiya dedik ki, biz bir adını çəkdik, zəlzələ ola bilər, tsunamilər ola bilər, daşqınlar ola bilər. Bu da onun ən çox təbii fəlakətlər olan, necə deyirlər, riskli olan yerlərdir. Məsələn, biz bura Yaponiyanı deyə bilərik, Filippini biz bura misal çəkə bilərik, İndoneziya sahillərini biz bura misal çəkə bilərik ki, bu həmin ərazilər nəticəsində təbii fəlakətlər baş verə bilər. Sonra Y-yə baxaq, coğrafi mövqeyi və təbii fəlakət arasında hansı əlaqə vardır? Baxaq, hansı əlaqə vardır? Yəni, ölkənin yerləşməsi, necə deyirlər, təbii fəlakətin az baş verdiyi yerdə də yerləşə bilər və yaxud da çox, necə deyirlər, təbii fəlakətin intensiv yerləşdiyi yerdə də baş verə bilər. Məsəl üçün, Şərqi Asiyanı götürək, Yaponiyanı götürək. Yaponiya
Bildik ki, zəlzələ və tsunami çox olan ölkədir. Bu da bundan irəli gəlir ki, ərazi litosfer havalarının sərhədində yerləşir. Bu nəticəsində ərazidə zəlzələ və tsunamilər tez-tez baş verir. Daha sonra 4-ə bax, dünyanın siyasi xəritəsində coğrafi mövqeyin əlverişsiz olduğu qitə, ölkə və boğazları seçin. Onların nisbi coğrafi mövqeyə gələcəkdə hansı amillər dəyişə bilər? Bunu müzakirə edin. Gəlin müzakirə edək. Qitə olaraq Antarktidadan götürə bilər. Ölkə olaraq Əfqanistanı. Boğaz olaraq isə Tasmaniyada, Avstraliya Tasmaniya arasındakı Bas boğazını biz bura misal çəkə bilərik. Qitə olaraq Antarktidadan biz bura niyə misal çəkə bilərik? Soyuq və sərt iqlimi var. Daimi əhali yaşamır. Ölkədə, yəni ölkə olaraq Əfqanistan niyə ola bilər? Niyə götürdü? Ölkədə təhlükəsizlik tam təmin olunmuyor. Sonra ölkədə necə deyirlər? Qaçaqmalçılıq çoxdur. Bəs Bas boğazı niyə ola bilər? Avstraliya ticarət yollarından kənarda yerləşir. Bu ticarət yollarından kənarda yerləşməsi də bu ərazinin inkişafına ləngidir. Bəs necə inkişaf edə bilər? Antarktida qitəsində bilirik ki, artıq turistlər səyahət edir. Orada turistik marşrutlar yaradılır. Bu onun gələcəkdə turizm mövqeyini inkişaf etdirə bilər. Ölkə olaraq Əfqanistanda dedik ki, Əfqanistan ölkənin sabitliyini bərpa eləsə, yolları bərpa eləsə, turizm xidmətlərinin keyfiyyətini artırılsa, Əfqanistan da turizm ölkəsinə çevirə bilər. Bas boğazı da necə deyə bilərik? Gələcəkdə onun okean sahili mövqeyinin olması həmin dünya ticarətinə yeni nəqliyyat yolunun yaranmasına gətirib çıxarda bilər. Bu da həmin ərazinin inkişafına gətirib çıxartması mümkündür. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Sağ olun, bu qədər.